Dəriyə qulluq deyəndə çoxumuzun ağlına kremlər, serumlar və aktiv tərkiblər gəlir. Halbuki ən yaxşı məhsul belə dərinizi düzgün təmizləyib qurulamırsınızsa, gözlədiyiniz nəticəni verməyə bilər. Bir çox insan üz dərisinə qulluq zamanı əsas diqqəti istifadə etdiyi məhsullara yönəldir. Halbuki dərimizi necə qurulamağımız da çox böyük rol oynayır. Dəriyə qulluqda ən çox rast gəlinən səhvlərdən biri də dərini tələsmədən yumşaq şəkildə qurulamaq əvəzinə onu sərt şəkildə sürtməkdir. Burada bir vacib məqam da dəri gigiyenası ilə bağlıdır. Ortaq və ya təkrar olunan dəsmalların istifadəsi dəridə bakteriyaların və mikroorqanizmlərin yayılma riskini artıra bilər. Bu səbəbdən birdəfəlik kağız dəsmallar daha tövsiyə olunan və gigiyenik seçimdir. Məsələn, pasientlərə tez-tez rast gələn rozasiya zamanı yüngül bir sürtünmə belə kapillər reaksiyasını artıraraq qızartı və istilik hissini gücləndirə bilər. Ona görə də belə hallarda dərini tampon hərəkətlərlə kağız dəsmallarla qurulamaq daha əlverişlidir. Unutmayın ki, dəriyə qulluq təkcə istifadə etdiyimiz məhsullardan ibarət deyil. Kiçik görünən vərdişlər də dərimizin sağlamlığında böyük rol oynayır.